İsteyen özü için Azerbaycan'da iş tapabilir. İş var, bizə yoxdur. İş var. Hamıya var, bizə iş yoxdur. Kimin üçündür işler bu dəqiqə? İş o deyil, yuxarıdakılar üçün, bizim üçün yox. Öz qohumları üçün. Qohumları üçün, zadları üçün, bizə yoxdur. Gəlib içə baxdıran yox, bizə nətər baxırlar? Bizdəki kör itlər kimi baxırlar ki, vəhşi itlər olur. Onun üçün baxıb keçirlər, bağlamın canından. 92, 93'ten çok ağır vəziyyətdir. Bak burada oturan oğlanlar heç birinin evində bak 10 mat pulu yoxdur ki, ailəsinə çörək aparsın. Yəni əgər bilmək istəyirsinizsə, millətin vəziyyəti, obşib Azərbaycanın vəziyyəti nə gündədir? Burada gəl bircə gün dayan, gör cəmaatın vəziyyəti nə gündədir. Allaha and olsun millət acından qırılır. Mən ustayam, bax bu da elektrikən. Mənim işim qardaş ayda bir dəfə düşür. Mən nə ilə dolanmalıyam? Mənim 3 oğlum var evdə. Mən yetimçiliklə, zülmlə uşaq böyüdürəm, oğul böyüdürəm. Bircə manat mənə vermir ki, gəl uşağı böyüdür. Mənə indi sabah deyəcək ki, ver uşağı əskəriyə aparım, verməyəcəm. Özümü öldürəcəm, özümü yandıracam, verməyəcəm. Mənə sosial düşür, tutaq ki, düşür mənə, hə. Mən onu düzəldə bilmirəm, qardaş. İtin zulmunu çəkirəm, sürünürəm ayın bana, düzəldə bilmirəm o sosialı. Mən nə ilə dolanmalıyam? Mən yox, millət nə ilə dolanmalıdır? Şəxsən öz adımdan deyirəm. Vəsiqə düzəldirəm, çıxıb gedəcəm bu ölkədən. Millət tərk eləmək istəyir. Ailəmi də götürəcəm, çıxacam gedəcəm bu ölkədən. Yaşanılası ölkə